Artıq meydan dolmaq üzrədir. Hələ əyalətlərdən, rayonlardan filan gələnlər hələ gəlib çatmayıblar, gəlməyiblər. Baxın, insan siyinin arxası, qabağı belə deyək, bilinmir. Yəni artıq buradan tərəfə göz görmür, kamera tutmur. Amma insanların davamlı olaraq məlumat verəcəm, davamlı olaraq qısa videolar atılacaq. Hər halda yəqin ki, canlı yayım da Azər TV'nin YouTube kanalda yəqin ki, canlı yayım da olacaq. Hələ qoy biraz seçki vaxtı bitsin, saxta seçkilər, keçirilən saxta seçkilər, quldur, saxtakar, qatil İvanişvilinin keçdiyi saxta seçkilər qoy tamamlansın, bitsin vaxtı, onsuz da müxalifət seçkiyə getmədi. İndi saat yəqin ki, axşam 7-8 ən azı çəkəcək. Sonra məsələ ondan sonra olacaq.